Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən 154,4 km uzunluğu olan Mingəçevir Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması işləri aparılır. Layihəyə uyğun olaraq avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. Birinci, Mingəçevir stansiyası hissəsi, ikinci Aran-Qarağacı hissəsi, üçüncü isə Qarağacı-Bəhrəmtəpə hissəsidir. 16,4 kilometrlik Mingəçevir stansiyası hissəsində yenidən qurma işlərinə ötən il start verilir və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır. Söz gedən hissə 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni 7,5 metr olmaqla ümumi eni 15 metr təşkil edəcək və 2 hərəkət zolağından ibarət olacaq. Hazırda söz gedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 kilometrlik hissədə isə asfaltlanma işləri aparılır. Bundan başqa kürəkçay üzərində bir aşırımlı və 18 metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılır. Layihə üzrə fiziki işlərin tərəqqisi 60% təşkil edir. 26 km uzunluğunda Aran-Qarağacı hissəsi üzrə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidən qurma işlərinə ötən ilin sonunda başlanılıb. Layihə üzrə yolun ümumi eni 12 metr olacaq. Bura 7 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə çiyinlərin eni 2,5 metr təşkil edəcək. Hazırda söz gedən hissədə mobilizasiya işləri tamamlanmaq üzrədir. 4,5 km ərazidə torpaq yatağının tikintisi, 7,5 km ərazidə isə bitki qatının çıxarılması və 8 km mövcud asfaltın frezlənməsi işləri aparılıb. Bundan başqa, layihə çərçivəsində Bakı-Ələt-Qazax Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan Mingəçevir Bəhrəmtəpə avtomobil yoluna avtonəqliyyat vasitələrinin rahat və maneəsiz keçidini təmin etmək məqsədi ilə 2 aşırımlı və 63 metr uzunluğunda qovşağın, həmçinin yolun 9,3 kilometrliyində İncəçay üzərində bir aşırımlı və 33,8 metr uzunluğunda avtomobil körpüsünün 5 yeraltı keçidin və 82 ədəd müxtəlif ölçülü boruların inşası işləri aparılır. 111,9 km uzunluğunda Qarağacı Bəhrəmtəpə hissəsi üzrə də yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Hər bir zolaqlarının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni 7 metr, ümumi yol yatağının eni isə 12 metr təşkil edəcək. Hazırda 24,3 km hissədə torpaq işləri görülüb, körpü, boru və yeraltı keçidlərin tikintisi işləri aparılır. Layihə üzrə söz gedən hissənin 34,7 kilometrliyində, Tərtərçay üzərində 3 aşırımlı və 111,4 metr uzunluğunda, 57,3 kilometrlikdə Xaçın çayı üzərində 2 aşırımlı və 61,1 metr uzunluğunda və 85,2 kilometrlikdə 38 metr uzunluğunda avtomobil körpülərinin inşası gedir. Buna paralel olaraq yol boyu 17 yeraltı keçiddən 7-si, 243 ədəd müxtəlif diametrli borudan 45-i tikilib, digərlərinin tikintisi isə davam etdirilir. Faktiki olaraq ümumi işlərin tərəqqisi 20%-dir. Qeyd edək ki, Mingəçevir Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat, maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.